İsa Məsih ismi ilə diləyirəm və istəyirəm sənin qələbəni hər bir problemin üzərində qoy İsa Məsih yazılsın. Qoy o surəti görə bilsinlər. Qoy dərinliklərə yenə bilsinlər. Ya Rəbb Ata, hər bir problem tamamilə yox olsun. Sənin kəlamın deyib ki, nəyi yer üzərində bağlayacaqsınız, o göylərdə də bağlanacaqdır. Və mən bu gün bütün dünyəvi, cismani fikirləri, düşüncələri bağlayıram. Hər bir səni örtən, səni işıqlandırmayan bütün düşüncələri tamamilə bağlayıram. Bağlayıram, batıram dipsiz dərinliklərə. Sənin kəlamın deyib. Bağlayacaqsınız. O yerdə də göydə də bağlanacaqdır. İmanla sənin sözünün gücünü bəyan edirəm. Bu iman elə belə bir iman deyil. Bu iman bütün münasibətləri dəyişən, səni izzətləndirən, sənə minnətdarlıq gətirən bir imandır. O imanı bəyan edirəm. Hər bir problemin üzərinə. Qoy elə axın gəlsin ki, çürümüş, dağılmış bütün fikirlər, düşüncələr tamamilə yenilənməyə başlasın. Və sənin kəlamının gücü, qüdrəti qoy bu yerdə hərəkət etsin. Necə ki dediyin o söz, sənin dediyin, mən qapıyam. Və mən o qapını döyürəm, ya Rəbb. İsa Məsih ismi ilə döyürəm. O qapının açılması üçün. Çünki sənin kəlamın dedi. Mən qapıyam. O qapıdan hər kimsə girəcəksə o həyat alacaq. Və mən o yaşıl, çəmənlikli, sulanmış o həyatı hər bir bacı qardaşımın üzərinə bəyan edirəm. Qələbəni bəyan edirəm. O qapı sənsən, ya Rəbb. Və döyürəm o qapını. Sənin adın. Qoy bütün problemlərin üzərlərində dayansın. Hər bir vəziyyətə sənin işığın gəlsin. Hər bir xəstəliyə sənin işığın gəlsin. Bəlkə xəstəlik o qədər dərindir ki, bu qrip deyil. Bu soğuqlama deyil. Bu daha da çox onları uzaqlara aparan bir xəstəlikdir. İsa Məsih ismi ilə sənin sözünün hikmətinin gücünü bəyan edirəm. Qoy hər bir ürəyi dəlib keçsin. Hər bir ürəyin içindən, daxilindən tamamilə problemsiz bir həyat başlasın. Hər bir vəziyyətə sənin işığın gəlsin. Necə ki sənin kəlamın deyib. Bu dağa deyəcəksiniz. Qalx və dənizə atıl. İsa Məsih ismi ilə qoy hər bir dağ problem kimi onların qarşısında dayanan, çarəsizlikdə, vurulğanlarda tamamilə özlərini belə unudan, intihara qədər gedə bilən hər bir vəziyyət tamamilə sənin adınla, sənin isminlə tamamilə dəyişə bilsin. Ya Rəbb, sənin adın elə belə deyil, ya Rəbb. Sənin adın, ya Rəbb, gücdür, həyatdır, yaşamdır, həqiqətdir, ya Rəbb. O həqiqət hər bir kəs üçün açılsın. Sənin gözlərindən gələn o gücü görə bilsinlər. Sənin əlindən gələn o şəfanı görə bilsinlər. Çarəsizliklərindən o gözəlliyi görə bilsinlər. İsa Məsihin ismi ilə. Ata sən, ya Rəbb, elə bir iman verdin ki bizə. Bu iman ata, elə belə bir iman deyil. Bu iman sağ qalaraq yaşayan bir iman deyil. Bu iman yürüyən, qələbə verən bir iman olsun hər bir bacımın həyatında. Qoy hər bir bacı qardaşlarım bu imanın gücünü görə bilsinlər. Necə ki sən iman vasitəsilə qırmızı dənizi həqiqətən qurudan keçə bildilər deyə böyük bir gücə sahib oldun. Və öz övladlarını o yerdən ata, sən tamamilə çıxartdın. Dənizi quruya çevirdin. Bunu dünya da etdi. Cəhd etdilər, ancaq bacarmadılar. Boğuldular.
Ata, bu iman qoy hər bir bacı qardaşımın həyatına gəlsin. Həqiqətən də iman vasitəsilə necə ki sənin xalqın 7 gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. Həqiqətən bu iman, bu güclü iman, qələbə verən bir iman, qoy hər kəsin həyatında bütün xəstəliyi, yoxsulluğu, işsizliyi, dərinə gedən hər bir vəziyyəti tamamilə yox etsin və qələbə bayrağı qalxsın. Mən sənin adının gücünü istəyirəm. O qədər və o qədər sənin iman qəhrəmanlarının adını çəkə bilərəm. Necə ki sən onları bizə göstərdin. Davudlar, Şimşonlar, İftahlar, Şamuyellər, başqa peyğəmbərlər. Ya Rəbb, onları nə qədər danışsaq da, bizim vaxtımız çatmaz ya Rəbb. Sən bu imanlıları bizə bir nümunə kimi göstərdin. Onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadelilərin ordularını qovdular. Bu qələbəni hər bir bacı qardaşımın üzərində görmək istəyirəm. Qoy bütün sönmüş işıqlar onların həyatında bərqərar olsun. Qoy həqiqətən də onlar bütün qayğılarını sənin dizinin dibinə gətirib sakitləşə bilsinlər. Və imanda tək sağ qalmasınlar. İmanda bu qələbəni yaşaya bilsinlər. Ya Rəbb, sən tərbiyə verən bir atasan. Sənin kəlamın deyir ki, sənin verdiyin tərbiyə heç kim xor baxmasın. Sənin kəlamın deyir ki, onun məzəmmətindən ruhdan düşmə. Çünki Rəbb, sən sevdiyini hər zaman tərbiyə edirsən. Qoy hər bir kəs bu tərbiyəyə tab gətirsin və imanda böyüsün. Qoy heç bir kəs sənin lütfünü rədd etməsin. Sənin lütfünün işığında gündən günə güclənsin. İmanlı ordusu gündən günə daha da çoxalsın. Ata, sən qadir gücə maliksən. Mümkünsüzü mümkün edən Rəbsən. Dağları indirən Rəbsən. Şiddətli alovları söndürənsən. Dənizləri qurudansan, ya Rəbb. Səhralıqları yaşıllığa çevirənsən, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Uca qüdrətli adın heç bir yerdə, heç bir şeyə dəyişməz. Sənin adın nə göydə, nə yerdə, ata. Heç bir vaxt, heç bir şeyə dəyişməz. Bu ad o qədər qüdrətli bir addır ki, bu adın qarşısında qoy hər bir kəs səzdə etsin. Bu adın gözəlliyini yaşasın. Bu adın qələbəsini yaşasın. Qoy hər bir kəs qələbə bayrağını əlinə alsın. Yoxsulluqdan zənginliyə keçmək üçün, işsizlikdən iş sahibi olmaq üçün, xəstəlikdən şəfiyə keçmək üçün. Sənin işığın qoy hər bir kəsə şəfa versin. Hər bir kəsi işıqlandırsın. Ata, sənə minnətdarıq. Hər şeyə görə biz sənə minnətdarıq. Ata, oğul, müqəddəs ruh naminə. Amin.